Maaşlat qalxıb eləmir, bütün qiymətlərin hamısı qalxır. Bir dənə insan həyatından başqa. İnsanı bu ölkəmizdə və iminli bizim ölkədə bir heç vəziyyətinə qoyublar. Heç kəs qazilər özlərini yandırır, şəhid ailələrin, anaların sürüyürlər hər yerdə. Birinin heç kəsin şikayətinə baxılmır, eləmir. Özləri də bildikləri kimi qiyməti istədiyi kimi qaldırır, istədiyi kimi ümumiyyətlə yemə görməmişəm, ancaq arta gedir. Heç kəs də heç nə, bir qarnı aç, bir qarnı tox yaşayır. Kimə də deyirsən ki, məsəl üçün, sabah birisi gün aksiya olacaq da, ayın 24-də aksiya var, Bakı İcra Hakimiyyətinin qabağında. Kimə də deyirsən ki, gəl haqqı tələb elə, bax deyirsən ki, şəxsən mənim uşağım yox, anam yox, atam yox. Deyəm ki, buna uşaq pulu tələb eləyirəm, buna nə bilim pensiyasının artmağını tələb eləyirəm, yox. Siz sadəcə ay xalq müraciət eləyirəm ki, gəlin durun bizim yanımızda, biz sizin haqqınızı tələb eləyirik. Sadəcə biz bilək ki, xalqın dəstəyi bizim yanımızda. Xalq uca sürünür, xalqın uşaqları bax, uşağı xəstələnir, həkim apara bilmir. Nə pul yoxdur. Ata xəstələnir, ana xəstələnir, necə ya ürəyi bir şey işləyir almağa, heç nə alıb yeyə bilmir. Hər şeydən tamarcı qalırlar. Nə edirlər heç nə? Deyirsən ki, haqqı tələb elə, yox. Gedirsən, çıxırsan aksiyaya, gedirsən, çıxırsan mitinqə. Polis onların yanında, xalqın yanında səni sürüyür, yerindən bir ən aparır bəni. Xalq belə baxır. Xalqa biz neyiniyək, nə tər eləyək ki, ya da ki biz yox. Hakimiyyət bundan artıq neyinəsin? Hakimiyyət bıçağı sümüyə dirəndirib, xalqı ayağa qaldırmaqdan ötürü hər şey eləyib, xalq qalxmır ayağa. İşğaldan azad olunmuş ərazilərimizdə. Nətər yanı deyirlər ki, minalar, hər yerə minalar səpilib, budur, odur. Amma ki, türklər orada, şəxsən mənim Cəbrayıl rayonundanam, mənim rayonumda, ki, mənim Böyük Mərcanlı kəndimdə, türklər orada arpa buğda əkir. Nətər yanı türklər orada arpa buğda əkə bilir, biz əkə bilmirik. Əkib xalqı dolandı da. Hər şeydə biz, Türkün zavodu, Azərsunun zavodu var, Biləsu var da, Çuğundur zavodu var, Biləsu var da. Onun hamısı Mehribanla, nə deyir, bu Türkün ortaq şirkətidir da. Onlar bax pomidorunu əkir, xiyarını əkir, lobyasını əkir, sonra karoxunu əkir. Hər şeydən narın, bütün sahələri vurub narlığa. Maşallah 9 iqlim qurşağının hamısı, bütün yerimizin altı sərvət, yerimizin üstü sərvət, hər yerimiz qızıldır, qaran qızılımız, ağ qızılımız, belə nətər deyərlər, Kəlbəcərimiz qızıl, Gədəbəyimiz qızıl, pambıqlı zavodlarımız Bərdənənə dolu, sonra yerimizin, Bakının hər tərəfi nefit, quyularımız pantan verir. Hanı? Xalq ondan bir mat qazanır? Yox, qazanmır. Hamısın Əliyevlər ailəsi, Əliyev rejimi bir ailə hakimiyyəti yeyir, talan eləyir. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.